Sovet arxeologları Şirvanşahlar Sarayı ərazisində arxeoloji araşdırmalar aparırlar. Və orada məlum olub ki, Şirvanşahlar və onların ailələrinin məzarlarındakı o insan qalıqları hələ də oradadır. Amma bu yandırılması haqqında fikir haradan ortaya çıxıb, mən bunu da sizə deyim. Deməli, bunu önə sürən elə Səfəvi zamanının salnaməçiləridir. İlk salnaməçilərdən birisi də Həbib-ü-Siyər adlı əsərin müəllifi olan Yasəddin Xandəmir olmuşdur. Şah İsmailin son ilində, hətta 1524-cü ilin yanvar ayında əsərini tamamlamışdır. Yəni Şah İsmailin ölümündən bir neçə ay əvvəl. Orada belə bir ifadə işlədir. Deyir ki, Şah İsmail Şirvanı aldıqdan, Bakı şəhərini fəth etdikdən sonra deyir, Şirvanşahların məzardakı sümüklərinə od vurdu. Bunu məcazi mənada əslində ifadə edir. İndi də vardır, məsələn, sanki filan kəsə od vurdu deyir. Od qoyursa, bəli. Od deyir, getdi ona od vurdu. Yəni bu şərq dünyasında var, yəni bu cür məcazi anlamlar, amma Avropa oxucusu onu anlamır. Bəli. Avropalı oxucu bunu hərfi mənada anlayır. Digər məsələn iddialar da var. Deyək ki, çiğ ət yiyirdilər deyək. Bax, bu ifadə də deyək ki, yenə də qarşısında meydan oxumaq anlamında məsələn Səfəvi əskərləri o qədər şücaətli idilər ki, düşməni çiğ yiyirdilər. Görürsünüz məni? Yenə də bunu Avropalı hərfi mənada anlayır. Amma burada ikinci bir şey də var. İslamdan əvvəlki inanclarımızda, bu daha sonra Oğullarda da uzun müddət öz varlığını sürdürür eyni inanclar. İslam öncəsində ortaq həyat şəraitinə malik idilər, eyni mühitdə, hətta soy mənşələri də ki, eyni olan xalqlardır bunlar və s. Türklərin böyük əksəriyyəti İslamlaşdıqdan sonra Moğollarda o əski inanclarda öz varlığını daha sonraki əsrlərdə də sürdürmüşdür. Yəni burada müəyyən inanclar var ki, bunlar hətta 16-cı əsrdə də öz varlığını sürdürür. Məsələn, igid öləndən sonra atın quyruğunun kəsilməsi. Xatırlayırsınızlar, Hədə Qorqudda Eyrək öləndə onun atının quyruğunu kəsirlər. Bu, yəni bizim qədim inancımızdır. Şah İsmail də öləndə eyni formada. Onun atının quyruğu kəsilir. Niyə görə? İgid öləndə atının quyruğunu kəsmək lazımdır. Bu bizim köhnə inanclarımızdadır. Və yaxud da öldürdüyün düşmən hökmdarının kəlləsindən ədəh hazırlayıb, qırağına qızıl tutdurub, ondan şərab içmək. Bozqır mədəniyyətində ta ki İskitlərdən etibarən var olan bir inancdır. Müxtəlif Türk xalqları arasında da var olan bir inancdır. Peçeneglər Niyaz Sviatoslavı öldürəndə Peçeneglərin hökmdarı nə etdi? Sviatoslavın başından ədəh hazırlatdırdı. Qırağına qızıl tutdurdu və ondan şərab içdi. İndi bu əski inancları anlamayan insan üçün bu tamamilə anlaşılmaz bir şey. Zənn edir ki, intiqam almaq anlamında belə bir atılmır. Əksinə, tam əksinə, həqiqətən də böyük bir hökmdar